Bismillahirrahmanirrahim. Əziz İslam Peyğəmbərinin pak əhl-i beyti həqiqətən də bizim üçün çox gözəl nümunə sayılır. Necə Peyğəmbərimiz, onun əhl-i beyti də bizim üçün həyatı örnək sayılır. Peyğəmbərimizin əhl-i beytinin məhəbbəti bizə vacib buyurulub Quran-ı Kərimə əsasən və onların məhəbbətinin bizə böyük faydası var. İstər bu dünyamıza, istər axirətimizə. Hər cəhətdən əhl-i beyti sevmək, onları tanıyıb, onların ardıcılı olmaq və onların buyurduqlarına əməl etmək bizim həyatımızı büsbütün dəyişir. Bir nəfər İmam Məhəmməd Baqir əleyhissalamın yanına gəlir və ağıya öz məhəbbətini, sevgisini bildirir və öz sevgisini bildirərkən belə ərz eləyir ki, Yəbnə Rasulillah, mən sizi o qədər çox istəyirəm ki, sizin istəyinizin müqabilində mənə dünyanı da versələr, mən sizə olan məhəbbətimi vermərəm. İmam Məhəmməd Baqir əleyhissalam narahat olur və həmin şəxsə buyurur ki, dünya nədir ki, bizim məhəbbətimizi sən onunla müqayisə elədin? Bizim məhəbbətimiz cənnətlə müqayisə olunan bir hissdir ki, həqiqətən də insanın əhl-i beytə olan məhəbbətinin dəyəri, qiyməti çox-çox böyükdir və heç nə ilə əvəz olunmaz, heç nə ilə müqayisə olunmaz. O məhəbbətin sahibi elə zirvədə olar, elə əzəmətli olar. Hədislərdə var, İmam Sadiq əleyhissalam buyurur ki, necə yer əhli göyün ulduzlarına baxarlar, bizi sevənlər göyün ulduzları kimi cənnətin ən uca zirvəsində olarlar və onlara o cür tamaşa edərlər, onlara o cür baxarlar. Həqiqətən də əhl-i beytə məhəbbət insanın bütün həyatını gözəlləşdirir və bütün həyatına istər bu dünyada, istər axirətdə xüsusi bir şirinlik verir, xüsusi bir dad verir. Allah bizi Peyğəmbər və onun əhl-i beytindən dünya və axirət ayrı salmasın.